təklərimi təqdim etmək istərdim. Əvvəla, maddə 193-1.1.2-də təklif olunan yeni redaksiyada dəyər ifadəsindən faiz ifadəsinə keçid təklif olunur. Yəni, nəzərə alsaq ki, mövcud mətndə 4000-dən 8000-ədək miqdar qeyd olunur və yeni təklif olunan redaksiyada isə artıq dəyər ifadəsi deyil, faiz ifadəsi anlayışını istifadə olunaraq cinayət predmetinin dəyərinin 50%-dən 70%-ədək miqdarı cərimə olaraq qeyd olunur. Eyni zamanda mən təklif etmək istərdim ki, nəzərə alsaq ki, faiz ifadəsi dəyər ifadəsində fərqli rəqəmlərlə ifadə oluna bilər. Ona görə təklif etmək istərdim ki, faiz ifadəsinin qeyd olunması ilə yanaşı, eyni zamanda minimum məbləğin də qeyd olunması həyata keçirilsin. Məsələn, təklif etmək istərdim ki, 8000 manatdan az olmamaq şərti ilə 50%-dən 70%-ədək miqdarında kimi qeyd olunsun. Bu xüsusən də bir sıralarda nisbətən, əgər faiz dəyər ifadəsində nisbətən kiçik rəqəmlə ifadə olunursa, o zaman artıq 8000 manat minimum məbləğ kimi istifadə oluna bilər. 199.1-ci maddədə bu maddə qeyd olunduğu kimi rəqabətin məhdudlaşdırılması halları ilə bağlıdır. Bu maddədə üfüqi və şaquli sazişlərlə yanaşı həm də kartel səvdələşmələrinin ayrıca qeyd edilməsini təklif edərdim. Təbii ki, milli təsrifatda kartel səvdələşmələri üfüqi sazişlərin bir hissəsidir. Amma nəzərə alsaq ki, bir sıralarda kartel səvdələşmələri rəqabətin daha yaxından boğulmasına və rəqabətin məhdudlaşdırılmasına gətirib çıxarır. Ona görə də onun ayrıca qeyd olunması daha məqsəd uyğun olardı. Eyni zamanda rəqabət məzəlləsində də qeyd olunduğu kimi bir sıra anlaşmalar var ki, onlar hətta üfüqi və şaquli sazişlər olmasa da belə rəqabətin məhdudlaşdırılmasına gətirib çıxarır. Ona görə təklif edərdim ki, bu maddədə eyni zamanda qeyd olunsun ki, rəqabəti məhdudlaşdıran digər anlaşmaların da nəzərə alınması və ayrıca qeyd olunması həyata keçirilsin. 199.3.3-cü maddədə xeyli miqdar yeni redaksiyada 200.000 manatdan 500.000 manatadək olan məbləğ kimi təklif olunur. Nəzərə alsaq ki, mövcud mətndə bu 10.000 manatdan 50.000 manatadək olan məbləğdir. Eyni zamanda digər yeni anlayış külli miqdardır. Mövcud mətndə bu 50.000 manatdan artıq olan məbləğ olaraq qeyd olunur və təklif olan redaksiyada isə məhz 500.000 manatdan artıq məbləğ olaraq qeyd olunur. Yəni, praktik olaraq biz baxsaq, məbləğlərdə kəskin artımlar var. Həm xeyli miqdarda, həm külli miqdarda qeyd etdiyimiz kimi, külli miqdarda mövcud mətndə 50.000 manatdır, təklif olan redaksiyada 500.000 manatdır və ona görə mən təklif edərdim ki, ümumiyyətlə biz mütəmadi bu rəqəmləri dəyişməmək üçün bir sıra digər ölkələrdə olduğu kimi, məhz bu rəqəmlərin meyara bağlanması daha məqsəd uyğun olardı. Mən təklif edərdim ki, ümumiyyətlə bu tip rəqəmlər minimum əmək haqqı meyarına bağlansın. Nə üçün minimum əmək haqqı? Baxmayaraq ki, təbii ki, buna fərqli yanaşmalar ola bilər. Çünki minimum əmək haqqı cənab prezidentin sərəncamı ilə təsdiq olunur və bizdə belə bir praktika var. Məsələn, sosial haqlar minimum əmək haqqı ilə bağlıdır. Bir sıra rəqəmlər var ki, onlar minimum əmək haqqı ilə bağlı və minimum əmək haqqı artanda iqtisadiyyatın inkişafına uyğun olaraq avtomatik olaraq həmin rəqəmlər də dəyişir və biz artıq həmin rəqəmlərə qanunverici haqlarda yenidən baxıb dəyişməyə ehtiyacımız olmur. Ona görə də daha məqsədə uyğun olardı ki, konkret meyardan istifadə olunsun və xüsusən nəzərə alsaq ki, burada rəqəmlərdəki artımlar kifayət qədər ciddi artımlardır və təbii ki, bu iqtisadiyyatın inkişafı və biznesin dövriyyəsinin genişləndirməsi ilə bağlıdır, başa düşüləndir. Amma konkret meyara bağlı olsa, biz hər zaman iqtisadiyyat inkişaf etdikcə bu rəqəmlərə baxıb dəyişməyə ehtiyac olmayacaq və həmin meyar artdıqsa və nəzərə alsaq ki, cənab prezidentin sərəncamı ilə dəyişdiyi üçün həmin rəqəm təbii ki, istinad edilə bilən bir rəqəmdir və həmin meyar dəyişdiksə artıq bu rəqəmlərdə dəyişmiş olacaq. Bütövlükdə qanun layihəsini dəstəkləyirəm və səs verəcəm. Çox sağ olun.